Əziz izləyicilər, hər birini salamlayıram. Kanalımıza abunə olmağı unutmayın. Bu günləri bütün istəkləri nəzərə alaraq 8-ci sinifin izahlarını çəkirəm. Və buna görə kanalımıza abunə olmağı gözləyirəm. Abunə sayımızda bir xeyli artış olacaq deyə düşünürəm. Azərbaycan dili başlayırıq birinci sual. Tərkibində iki leksik şəkilçi olan sözü müəyyən edin. Yar, yara, yarala, yaralan 3 dənədir. Salam, salamla, salamlaş, d və q 2 dənə. Cavab B-dir. Məhsul, məsuliyyət, sizlik 3 dənədir. Cavab lar, dakı 1 dənədir. Qal, mı, az, d 3 dənə də qrammatikdir. Bu da çıxdı. Cavabımız oldu B variantı. Ədat işlənmişdir. Gördüm ki, vergül qoyulubsa bağlayıcıdır. Kitabları hara qoydu? Burada ədat yoxdur. 3 ədatdır. Necə gözəl rəsm əsəridir. Necə qüvvətləndirici ədatdır. Bağlamanın içində bağlayıcı işlənmişdir. Bağlamanın içində məktub da var. Hər şey var. Məktub da var. İştirak bağlayıcısıdır. Deməli 3, 4. Arif ki çarəsiz idi. Buradakı kişidən sonra vergül yoxdur. Həm də burada ədəd funksiyasındadır. Cavabımız oldu 3, 4 A variantı. Hansı cümlə adı xalı olan isimlə başlayır? Səmanın balacı, səmanın balacı, səmanın gəlinciyi olduğuna görə bu yerlik halı çıxdı. Ağacda da yerlik halı çıxdı. Kənddən qayıdan çıxlıq halı çıxdı. Kitab insanın bilik və dilini burada yaxşı düşməyib artmasında mühüm rol oynayır. Deyə kitab A variantı, D variantı da adlı haldadır. Xəbərləri oxuyanda heyrətdən donub qalmışdı. Deməli, xəbərləri oxuyanda heyrətdən donub qalmışdı. Ona görə cavabımız buradan çıxır, qalır D variantı. Hansı söz amonimdir? Bal sözüdür. İmtahanda yığılan bal və yeyilən bal. Hansı sözün həm yazılışı, həm də tələffüzü də olur? Alicənablıq olur. Çıxdı, tüfəng yazılır. Palıd yazılır. Gedənlər yazılır, yenə düzdür bu. Ağaclar yazılır, burada çı ilə yazılır. Deməli cavabımız D variantı. Hansı cümlədə frazeoloji birləşmə işlənməmişdir? Babasının nəsihətlərinə diqqətlə qulaq asırdı, işlənib. Qardaşı üçün burnu ucu görünür, yəni darıxırdı, işlənib. Tapşırıqları yerinə yetirmədiyinə görə cin atına mindi, bu da işlənib. Ağacdan düşən almalar yığmaqla məşğul idi, burada da işlənməyib. Dostundan xəbər almayanda frazeoloji birləşmədir və ürəyinə xalq düşdü. Deməli cavabımız oldu D variantı. Biri miqdar zərfi kimi işlənə bilər. Miqdar zərfi isə deməli tamamilədir. Bunların heç biri miqdar sualına cavab vermir. Nə qədər sualına cavab vermir. Cavabımız C-dir. Uyğun fikri müəyyən edin. Filan kəs əvəzliyi quruluşca düzəltmədir. Filan və kəs quruluşca düzəltmə olmaz mürəkkəb olar. Dilimizdə bütün bu nə demək istəyir ki? Hə, bir dənə olacaq. Dilimizdə bütün isimlər cəmlənə bilər. Xeyr, yanlışdır, cəmlənə bilməz. Bu yanlışdır. Bu da yanlışdır. Kənd, şəhər, məktəb sözləri yer zərfidir. Yer zərfidir, yer zərfliyidir, ola bilər. Amma adlı xallı isimdir bu. Sifəti azaltma dərəcəsindədir. O hansı yaşıldır? İndi baxaram. 5-6 sayı numarativ sözlərlə işlənə bilər. 5 düz olduğuna görə 5-i götürürəm. Yuxarıdasını oxuya bilmədim. Açıq yaşıldır ya da tünd yaşıldır o deyəsən. Sifəti azaltma dərəcəsində xeyri işlənə bilər. Bir də bu səhvdə qalır cavab B variantı. Orada bir dənə gözləyin şəkildə. Mən bunu PDF eləmişəm. PDF-də fərqli düşə bilər. Burada fərqli düşə bilər. Ona görə cavabımız B variantı olacaq uşaqlar. B variantı. B mütləq B-dir. Çünki 5-6 sayı numarası sözləri işlənə bilir. O doğru fikirdir, amma yanlış tərəfdədir. Yerdə bir dənə dördüncü olan qalır. Bir dəqiqə o sual tapaq sizin üçün. Vaxtımız getdi uşaqlar. O sual tapılmır deyəsən. Amma mütləq cavabımız B variantıdır. Heç ona tapılmasa da eybi yox. Cavabımız B variantıdır. Bundan əmin ola bilərsiniz. Cavabımız elə B variantıdır. O sual tapamadım. Tünd yaşıldır yəqin ki, azaltma dərəcəsi çoxaltma olacaq. Cavabımız B. Bunu sizin çaşmayasınız. Növbəti, nümunədəkin tərkibində feillərlə bağlı yanlış fikri müəyyənləşdirin. Bəxt məni bu yerə qonaq göndərdi. Uşaqlar, bunu giririk keçmiş zaman. Gedirəm indiki zaman. Yamandır ayrılıq dərdi. Demə Səməd Vurğun gəldi gedərdi. Əmr şəkli. Bunlar xəbər şəklindədir. Unutmaz bu oba, bu mahal məni. Bu da xəbər şəklidir. 3 inkardadır, əmr şəklindədir. 3 demə, bəli, əmr şəklindədir. 4 tərkibinə görə təhlil sxemi kök, qrammatik. Unutmaqdan mı, düzdür, bu da doğrudur. Quruluşca düzəltmədir, şuhudi keçmiş zamandadır. Göndərmək sözü sadə sözdür, şuhudi keçmişsə. Bu səhvdir.
İndiki zamanda birinci şəxsin işlənmişdir. Mən gedirəm. Doğrudur. Hər biri təsvirlənən feildir. Bəli, cavabımız oldu C variantı. Hansı cümlədə məcazi mənada olan söz vardır? Şirin sözlər budur. Kəndin başı budur. Soyuq yemək həqiqidir. Balaca əl həqiqidir. Ətirliçə həqiqidir. Rəhim ağzı acı biber həqiqidir. Cavabımız oldu 1-2 B variantı. Keçirik mətnlərə. Qaranquş və sərçə mətni. Bu mətni mən oxumuşam. Biz sizinlə çalışmaları həll edəcəyik. Mətndə üzərində rəqəm qoyulmuş hansı söz məcazi mənada işlənmişdir? Rəqəm qoyulmuşlardan baxırıq məcazi mənalara. Yapışdırmaq həqiqi mənadadır. Sonra həsəd aparmaq məcazi mənadadır. Bir dənə istədiyinə görə biz 3-ü seçirik D variantı. Növbəti mətndə üç bıçaq işarəsinin yerinə məcazi mənalı söz istədiyinə görə bura üst tutdu ilə istiqamət halda daha uyğun olacaq. 1-3 cavabımız D variantı. Mətnə əsasən Eyler-Venn diaqramında sual işarəsinin ikisi də uça bilirdi bunların. Çünki digərləri heç birinə ayrı-ayrılığa gəlir, amma ortaq olaraq uça bilirdi. Mətndən altından xətt çəkilmiş cümlə ilə bağlı doğru fikir dialoqun hissəsi, dialoqun tərkibinə daxildir. Digərlərinə demək olar ki, aidiyyatı yoxdur. Sadəcə cavab olsun deyə veriblər. Qabağında nöqtə işarəsi qoyulmuş sözə şərhidir. Nöqtə həsrət qalmaq, demək bir şeyi və ya bir daha demək bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusu həsrət deməkdir. Mətnin son cümləsi hansı fikrlə tamamlana bilər? Son cümləsi. Bilirsən, ancaq bunu bilməklə yuvaya tikə bilməzsən. Bunun üçün gərək zəhmət çəkəsən. Deməli cavabımız A variantı. Mətnin məzmununa aid olmayan plan bəndi. Burada paxıllıqdır. Paxıllıq yoxdur. Həsəd aparmaq paxıllıq deyil. Lazımi cavab verir, qaranquş məsləhət verir, bacara bilir, sadəcə yeri səhv idi. Növbəti burada gəlir, sərçənin dik başlığı da var idi. 18-ci sual tünqar hərflərə verilmiş sözün eyni mənada işləndiyi cümlə. Tünqar hərfləri uçmaq sözüdür. Burada qartal uçurdu. O da balalarını uçmağı öyrədirdi. Amma sərçə qaranquşun həsəd nəyə görə həsəd aparır? Çünki onun balaları sağ qalmırdı. Amma qaranquşda qalırdı. Növbəti mətnə əsasən qaranquş abzası. Deməli müdrik ağıllı yazay. Zəhmətkeş. Sonra bir neçə buna uyğun sözlər yaza bilərsiniz. Keçirik Musa Nağıyev mətninə. Musa Nağıyev mətnində suallar heç yaxşı düşməyib. Sadəcə mən bir tərəbüzür oxumuşam. Burada tərəqqi sözünə cavab inkişaf olacaq. C variantı. Bu uşaqlar B A variantıdır ya, yəni bu kitabça. Mətndə üzərində rəqəm yazılmış neçə sözlərdən neçəsi? Yəni ikisi məcazi mənalıdır. Biri burada uşaqlar, biri budur. Biri öhdəsinə götürməkdir, biri də dünyasını dəyişməkdir. Deməli 4 ilə 5 ikisi məcazi mənalıdır. Burada tünqar hərflər verilmiş biri məzmuna uyğundur. O da Biləcəridir. Biləcərinin Bakı quberniyasının Biləcəri Binəqədi rayonunun ərazisinə daxildir. Bu ərazinin bizə heç bir aidiyyatı yoxdur. Növbəti mətn əsas nöqtələrin yerinə yazıla bilməz. Hadisələrin baş verdiyi dövrdə iri sahibkarların fəaliyyəti dövlət tərəfindən məhdudlaşdırılırdı. Xeyr, məhdudlaşdırılmırdı. Maşallah, həm təhsil sahəsinə maya qoyub, həm balıq sahəsinə, həm neft sahəsinə hamısına bir məlumat ala bilirik. Növbəti mətndə məlumatlara əsaslanaraq hansı nəticəsinin səbəbini bilmək olmur. Musa Nağıyev Bakı milyonçuya çevrildi, yəni neftə görə. İsmail Nağıyev deməli İsmail Nağıyev dünyasını dəyişdi. Nəyə görə dəyişib bilmirik. Nikolay Nağıyevin neft kralıdandır. Net bilirik səbəbini. Çünki sonra İsmailiyyə binasını tikildi. O da onun İsmail Nağıyevin xatirəsinə tikilib. Bunun da səbəbini bilirik. Ona görə yalnız ikini bilmirik. Ağa Musa Nağıyevin fəaliyyəti Çar tərəfindən rəğbətlə qarşılanır cümləsi 5-ci olan yerə gedər. Ondan sonra Çar onu neft kralı adlandırıb. Mətnin neçənci abzası 6-cı abzası 5-ə birləşməlidir. Çünki orada ikisində təhsildən danışır. Mətndə əsasən ağa Musa Nağıyeva aid deyil. Bakı şəhərinə dünyaya gəlib, balıq sənayesində mühüm yer qoyub, yalnız neft sənayesi üzrə kapital qoyduğuna həyat keçirmişdir. Xeyr, bir çox yerə kapital yatırım etmişdir. Mətndə Türkayla verilmiş sözün cədvələ uyğunluğunu müəyyən edin. Türkayla verilmiş söz boğulan sözüdür. Girdabında boğulan burada məcazi mənadadır. Məcazi, həqiqi mənada dənizdə boğulmaq. Boğulmaq. Bak.
Ağamsan Ağayev təhsil sahəsində də mühüm addımlar atmışdır. Bəli. 25 müsəlman qız oxudub. Realni məktəbi var burada uşaqlar. Baxın. Realni məktəbi açıb və məktəbə qədər sinif yaradılıb. Realni məktəbi açıb sonra məktəbə qədər sinif yaradıb. Sinif yaradıb. Bununla da bizim izahımız bitdi. Növbəti videolarda görüşərik. Hələlik.